Həmsinizə salam. Düzdür, sizə ikinci dəfədir salam verirəm. Çünki birinci dəfədir salam verəndə birdən yıxıldım, yəni çox pis yıxıldım. Yəni qolum ağrıdı, sonra belim ağrıyır. Daha doğrusu hələ də ağrıyır yəni. Yəni çox pis dərəcədə yıxıldım. Yəni orada görsəm mən yəni yerə çox pis yapışdım. Yaxşı əziz dostlar, deməli düzdür, mən bir neçə ay bir şey çəkmirəm. Yəni çünki fikirləşirdim ki, nə çəkim. Düzdür, neçə aydır biraz da problemlər oldu. Yəni müalicələr almıram, ona görə çəkə bilmirdim. Və ona görə də bu günə nəsib oldu çəkməyim. Və mən fikirləşirdim ki, nə çəkim. Sonra gördüm ki, kanalımda ən çox baxış yığılan, ən çox bəyəndiyiniz dünyanın ən nadir eksotik meyvələrini bəyənmişsiniz. Ona görə də dedim ki, bu videonu ikinci bölümünü də çəkim. Və əziz dostlar, bu səfər yəni çox qəribə adlarla, çox qəribə şəkillərlə qarşılayır bizi. İlk olaraq nadir eksotik meyvəmizin adı, yəni nadir deyiləndə, yəni bu çox ölkələrdə yoxdur da, yəni yalnız xarici, yəni yalnız başqa bir ölkələrdə, yəni o mən elə bir mən sizə deyirəm, yəni bu meyvələri tanış oluruq bu meyvələr, yəni siz heç vaxt görməmisiniz, yəni bəlkə də görmüsünüz. Yəni çox adam görməyibdi, mən də görməmişəm şəxsən. Və bunlar xarici meyvələrdir. Yəni bunlar Azərbaycanda olmur və satışda da deyil, təəssüf ki. Amma hamısının dadına baxmaq istəyərdim. İnşallah bir dəfə nəsib olar. Deməli, ilk olaraq meyvəmizin adı dəqiqə. Nə oldu bu da? İlk olaraq meyvəmizin adı əjdaha gözü. Əjdaha gözü. Ay, bu biraz yemiş oxşuyur. Yəni balacadır, amma biraz böyük olsa, bir də bu belə nöqtə belə uca şeyləri olmasa, məncə oxşuyar. İçi də yaşıldır. O da olmasa, içi sarı olsa oxşuyar. Amma biraz oxşuyur elə bir. Mən oxşatdım yəni. Yaxşı, deməli əjdaha gözü eləcə də pitaya adı ilə də məşhurdur. Pitaya. Yəqin xaricilərdə pitaya deyirlər. İndi bunun tərcüməsi yəqin əjdaha gözüdür. Kənardan baxarkən müasir incəsənət əsərinə bənzəyir, Meksikada yetişir. Yəni, məncə bunlar həm qəribədir, həm heç görməmişik, həm də ki, adları fərqlidir, yəni əjdaha gözü. Yaxşı, o birisinin adı görəsən nədir? Durian. Bunu mən bildiyim qədər, yəni bu atam da yeyibdir və deyib ki, dadı yəni pis deyil. Və əziz dostlar, yəni bəlkə siz bəyənməmisiniz, bəlkə bəzi insanlar yeyib bəyənməyib, yəni hər insanın ağız dadı eyni deyil, yəni. Deməli, bunu bəzi insanlar görübdür. Əslində mən də görmüşəm, prosta yeməmişəm. Durian meyvələrin içində ən təzadlı, xarakteristik malik meyvədir. Çünki meyvənin iyrənc qoxusuna görə onun ictimai yerlərdə
və nəqliyyatda aparılmasına icazə verilmir. Duryan vətəni Cənubi Şərqi Asiyadadır. Yəni burada demək istəyir ki, yəni çox pisliyi var. Yəni o dərəcədə çox pisliyi var ki, yəni bunu iş yerinə, məktəbə aparmaq olmaz. Yəni. Bir sonraki meyvəmizin adı nə? Budanın əli, budanın əli. Ay, bu nə qəribə adlardır. Qalın qabıqlı limona bənzəyir. Bəzən isə qabığından başqa ümumiyyətlə heç nə olmur. Onda şirə çəkmək mümkün deyil. Heç toxumları da yoxdur. Yəni bu məncə ən nadiri məncə budur. Yəni görünüşü də fərqlidir. Və deyir ki, qalın qabıqlı limona bənzər. Qalın qabıqlı limon. Mən heç oxşatmadım. Yəni qalın qabıqlı limon. Yəni limon hara, bu hara. Yəni. Və deyir ki, özdə bəzən isə qabıqdan başqa ümumiyyətlə heç nə olmur. Qabıqdan başqa heç bir şey ümumiyyətlə olmur. Bu necə meyvədir ki? Beynim yandı. Yaxşı, keçək o birisi eksotik nadir meyvəsi. Bunun adı marakuyadır. Gözəl adı var. Marakuya bilirsiniz nəyə oxşadır? Yəni ki, hamı, yəni mənim düşündüyüm kimi düşünür. Bakdalıqda olur o kartoşkalar. Bak, kopya oldu. Ona oxşuyur. Yaxşı, bir çox ölkələrdə etiyaz meyvəsi kimi də tanınır. Cənubi Amerikada yetişir və çox dadlı şirəsi ilə fərqlənir. Yəni bunu belə çıxırsa çox adamlar sevir. Meyvənin özü də çox dadlıdır. Bu səbəbdən bəzi qənadlı məhsullarının tərkibinə əlavə edirlər. Bu məlumatını aldıq. Bunu bir dadına da baxaq da. Ona görə kanala abunə olun və like atmağı unutmayın ki, belə maraqlı videolar daha tez-tez gəlsin. Yaxşı əziz dostlar, artıq videonun sonuna gəldik. Bye bye, özünüzə yaxşı baxın.